Aygün Ağayeva 13 may 2004-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bakıda 308 nömrəli tam orta məktəbdə alıb. Daha sonra təhsilini Türkiyənin Antalya şəhərində yerləşən Alanya Alaeddin Keykubat Universitetinin psixologiya ixtisası üzrə davam etdirmiş və bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdu. Təhsil aldığı müddətdə Antalya şəhərində fəaliyyət göstərən Çınar Reabilitasiya Mərkəzində psixoloq kimi çalışmışdı. Bununla yanaşı 6 ay ərzində autizm evində könüllü fəaliyyət göstərərək xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş təcrübəsi qazanmışdı. Hazırda Loqalayan Psixoloji Nitq İnkişaf Mərkəzində uşaq və yeniyetmə psixoloqu kimi fəaliyyət göstərir. Uşaq inkişafı dedikdə nələr başa düşülür və inkişafın əsas sahələri hansılardır? Uşaq inkişafı deyiləndə, uşaq doğulduğu andan etibarən uşağın fiziki, sosial, emosional, dil və idrak proseslərində ilərləməsi və inkişaf etməsi nəzərdə tutulur. Hər uşağın inkişafı individualdır. Yəni, hər uşağın özünə xas ilərləmə tempi vardır. Bəzi uşaqlar bəzən tez danışa bilər, digərləri isə gec yeriyə bilər. Bunlar tam özlərinə xas bir şəkildə icra olunur və çox normaldır. Erkən uşaqlıq dövründə idrak inkişafını dəstəkləmək üçün hansı fəaliyyətlərdən istifadə etmək olar? İdrak inkişafı uşağın düşünmə bacarığının formalaşması ilə əlaqəlidir. Bunun üçün də uşaq dünyanı kəşf etməsi lazımdır. İdrak inkişafının formalaşması üçün əslində bahalı oyuncaqlara ehtiyac yoxdur. Gündəlik həyatın özü də əsl öyrənmə mühitidir. Evdə valideynlər uşaqlara vaxt ayırmaqla uşağın öyrənməyinə daha çox töhfə vermiş ola bilərlər. Məsələn, gün içində ev işlərinə kömək edərkən uşaqlarla bərabər sayma bacarıqlarını, müqayisə etmə bacarıqlarını, seçim bacarıqlarını gücləndirə bilər. Puzzle'lar, kubiklər, konstruksiya oyunları oynaya bilərlər. Gecələr yatmazdan əvvəl nağıl oxuya bilərlər, bərabər hekayələr qura bilərlər. Hekayələr arasında bundan sonra nə gələcəkmiş kimi suallar verib, sual-cavab əsasında uşaqların ardıcıllıq bacarıqlarını gücləndirə bilərlər. Uşağın sosial və emosional inkişafında ailənin rolu nədən ibarətdir? Uşaq ilk sosial münasibətini ailədən öyrənir. Ailə hadisələrə qarşı necə reaksiya verirsə, uşaq bunu öyrənir və təkrarlamağa başlayır. Yəni, qısacası, ailə uşağa rol model olur, uşaq isə ailənin davranışlarını təkrarlayır. Ailə uşağın emosional inkişafını dəstəkləmək üçün əvvəlcə onu dinləməlidir. Onu dinləyib, onun duyğularını özünə yansıtmalıdır. Yəni, uşaq ağladıqda və yaxud üzüldüyündə sən ağlama, ağlaya bilməzsən, burada ağlayacaq bir şey yoxdur demək əvəzinə onu dəstəkləməlidir. Səni başa düşürəm, sən üzülürsən, bunun üçün nə edə bilərik deyib planlama bacarıqlarını inkişaf etdirməlidir. Dil inkişafında gecikmə hansı əlamətlərlə özünü göstərə bilər və bu zaman nə etmək lazımdır? Dil inkişaf problemi hər uşaqda fərqli cür özünü göstərə bilər. Bir neçə ortaq əlamətlər vardır ki, bunlardan hansı ki, uşaq söz ehtiyatı azdırsa, yəni gün içində çox az söz istifadə edirsə, bəsit sözəl tapşırıqları etməkdə çətinlik çəkirsə, ünsiyyətdən qaçırsa, biz həmin vaxt uşağın dil inkişafında problem olduğunu düşünə bilərik. Valideynlər evdə uşaqların dil inkişafına dəstək olmaq üçün onlarla davamlı şəkildə ünsiyyətdə olmalıdır. Uşaqları evdəki proseslərə, ev işlərinə əslində dəvət etməlidir. Oyun uşağın fiziki, idrak və sosial inkişafına necə təsir edir? Oyun uşağın dilidir, yəni uşağın əsas fəaliyyətlərindən biridir. Oyun zamanı uşaq düşünməyi öyrənir, problem həll etmə bacarığı formalaşmış olur, təxəyyülü, təfəkkürü formalaşır və uşaqlar sosiallaşmağa başlayırlar. Valideyn üçün ən önəmli, ən qiymətli xəzinələrdən biri uşaq əslində valideynin özüdür. Çünki valideynin 20-30 dəqiqə gün içində uşaqla bərabər oyun oynaması, uşağın tək başına 2-3 saat oynamağından daha qiymətlidir. Adaziya loqoped olmaq istəyənlərin nəzərinə, loqopediya sahəsində yeni kursumuz başladı. Əgər siz də peşəkar loqoped olmaq istəyirsinizsə, nəzəri biliklərlə yanaşı praktik məlumatlar əldə etmək istəyirsinizsə, elə isə bu kurs sizin üçündür. Kurs daxilində müəllifi olduğum kitabları əldə edəcəksiniz. Buraya klonik kəkələmədən addım-addım uzaqlaş, tonik kəkələmədən addım-addım uzaqlaş və qarışıq kəkələmədən addım-addım uzaqlaş. Eyni zamanda kəkələmədə istifadə etdiyiniz terapiya materiallarını əldə edəcəksiniz. Yanaşı olaraq, afaziyada kommunikativ bacarıqların inkişafı, alaliyada diaqnostika və reabilitasiya, disfaliyanın diaqnostik edici təlim proqramı, dizartriyada nitq əzələlərin funksional inkişafı, rinaliyada rezonans pozuntuların aradan qaldırılması kitablarını əldə edəcəksiniz. Sizlər də
kurs dolu kitablar əldə etmək istəyirsinizsə, bu sahədə peşəkar olmaq istəyirsinizsə, elə isə A-dan Z-yə loqopediya kursumuzu qaçırmayın. Yeniyetməlik dövrünün əsas fiziki, psixoloji və sosial xüsusiyyətləri hansılardır? Yeniyetməlik dövrü uşaqlıqla yetkinlik dövrü arasında qalan bir dövrdür. Yəni əslində bir böhran dövrüdür. Bu dövrdə uşaqda hormonal, fiziki dəyişikliklər olur ki, bunlar da onun psixoloji təsiri. Bunlar da uşağa psixoloji olaraq çox təsir etməkdədir. Bu vaxt uşaqlar daha müstəqil olmağa çalışırlar, müstəqillik istəkləri artmış olur. Bu dövrdə yeniyetmələr emosiyaları daha intensiv bir şəkildə yaşayırlar, yəni ən uclarda yaşayırlar. Bu da onların hər kəs tərəfindən çox da normal olmayaraq qarşılanmasına gətirib çıxara bilər. Bu vaxt ailələr deyir ki, uşağım dəyişir. Əslində bu uşağın dəyişməsi son dərəcə normal haldır. Yəni inkişafın təbii göstəricisidir. Bizim qəbul etdiyimiz yeni dəyişdirilmiş olan qidaların həm xanımlara, həm kişilərə ciddi dərəcədə çətinlik törətdikləri olur və bununla yanaşı uşaqlara yüklənən məsuliyyətlər də artıq fərqlidir. Onlar bəzi ailələrdə uşaqlar tez böyüməyə məcbur olur. Bəzilərində isə hələ 25 yaşına qədər uşaq kimi qalmış olur. Bunların da çox böyük təsiri var. Söz konusu əgər autizm isə Dünya Səhiyyə Təşkilatına hələ də bu məlum deyil. Tam olaraq səbəbi nədir? Amma digər pozuntulara səbəb təkcə erkən yaş deyil. Bir çox faktorlar var ki, bunların genetik rolu ola bilir və yaxud ananın və atanın ümumi sağlamlığı ola bilir ki, bunlar çox təsir edir. Əlbəttə ki, əlavə olaraq alkoqol, zərərli maddələrinə çox təsiri var. Yeniyetməlik dövründə şəxsiyyətin formalaşmasına təsir edən əsas amillər hansılardır? Şəxsiyyət bir gündə formalaşmır. Buna təsir edən bir çox amillər vardır, hansı ki, uşağın, yəni yeniyetmənin ailəsi, cəmiyyəti, onun ətrafında olan dostları, məktəb ortamı, sosial media kimi faktorlar vardır ki, bunlar yeniyetmənin şəxsiyyətinin formalaşmasına çox önəmli rol daşıyırlar. Valideynlər övladlarının şəxsiyyətinin formalaşmasına dəstək olmaq üçün ilk öncə onları dinləməlidirlər. Dinlədikdən sonra isə lazım olduğu təqdirdə onları istiqamətləndirməlidirlər. Həmyaşıd qrupunun yeniyetmələrinin davranışına müsbət və mənfi təsirləri nələrdir? Bu dövrdə dostluq münasibətləri yeniyetmələr üçün çox önəmlidir. Bəzi hallarda dostluqlar müsbət təsir yaradarkən, bəzi hallarda isə mənfi təsirlər də yarada bilirlər. Müsbət təsir olaraq onların əməkdaşlığı güclənmiş olur, dostluq əlaqələri, sosial əlaqələri güclənmiş olur. Bəzi hallarda yeni biliklər əldə edə bilirlər və motivə halda həyatlarına davam edə bilirlər. Çünki bəzi dostluq əlaqələri çox motivasiya edici ola bilir. Əks təsir isə bundan ibarətdir ki, bəzən uşaqlar özlərini digər dostları ilə müqayisə edə bilirlər və bunların özgüvənləri düşmüş ola bilir. Yeniyetmə ilə valideyn arasında yaranan münaqişələrin əsas səbəbləri hansılardır və onları necə həll etmək olar? Ən çox rast gəlinən səbəblər əsasən telefon, evə gec gəlmək, dərs və müstəqillik istəyi olur ki, valideynlərlə yeniyetmələr bu məsələlərdə ciddi problemlər yaşaya bilirlər. Bunların həll yolu olaraq da valideynlərə bunu təklif edə bilərik ki, əvvəlcə uşaqlarını dinləsinlər, onların qərarlarına hörmətlə yanaşsınlar, ardınca isə buna uyğun təklifləri irəli sürsünlər, alternativ təklifləri irəli sürsünlər ki, uşaqlarla bərabər qarşılıqlı bir şəkildə razılaşıb yollara davam edə bilsinlər. Yeniyetməlik dövründə emosional dəyişikliklərin səbəbləri nələrdir və bu dövrdə psixoloqun rolu nədən ibarətdir? Günümüzdə yeniyetmələr yeniyetməlik dövründə bir çox problemlərlə qarşılaşırlar ki, bunlardan ən önəmlisi ailə münasibətləri və imtahan stresi ilə əlaqəlidir. Bu kimi problemlər onların psixoloji vəziyyətinə ciddi mənada təsir göstərə bilirlər. Bu halda valideynlər uşaqlarına dəstək olmağa çalışmalıdırlar, eyni şəkildə onları dinləməyə çalışmalıdırlar və ehtiyac olduğu halda psixoloji dəstək almalıdırlar. Çünki necə ki bizim fiziki ağrılarımız olduğu halda həkimə müraciət ediriksə, emosional olaraq da ciddi çətinliklərimiz olduğu zaman psixoloqa müraciət etməliyik. Belə deyim, ümumi psixologiyanı bilmək, digər insanları anlamağımda həqiqətən kömək olur, amma bəzi nöqtələrdə özümü anlamağımda daha çətinlik yarada bilir. Çünki bir insan özünə obyektiv olaraq baxa bilmir təəssüf ki. Bəzi qərarlar qəbul edəndə, bəzi düşüncələrimiz üçün öz fikrimiz biraz daha beyin qarışdırıcı ola bilir.